Her vaxtınız xeyir gözəl insanlar. 20'si 1-ci ay 2026-cı il. Bax görürsünüz gözəl insanlar. Burada satışda olan mandalindir, portağaldır. Hamısı açıq havadadır. Yəni burada gizlədilməsi heç nə yoxdur. Bax meyvələr də üzərində görsənir. Görürsünüz yuxarıda da portağal ağacı var, limon ağacı var. Bütün ağaçlar hamısı açıq havadadır. Yəni burada gizlədilməsi heç nə yoxdur. Salafanın altına gizlədib və salafanın altından çıxarıb gətirib təzədən bir də satışa vermir ki, aparan adam əlində yansın. Yarpaqdır. Belə bir problemlər yaranar, normal şeylərdir. Yolu töksən qutar getdi. Yazda təzədən özünü bərpa eləyib bir də yarpaqlayır. Yəni burada hamısı göz qabağındadır. Gizlədiləsi heç nə yoxdur. Hamısı bax burada görürsünüz. Yəni soyuq vurmur. Sadəcə yerində donub qalır, yazda bir də ayılır. Qutar getdi. Burada bir qeyri-adi bir şey yoxdur. Yəni salafan altından çıxardıb, gətirib satışa verəndə o ağaclarda %80% problem yaranır. Yəni ona görə narahat olmayın ki, bizim özümüzdə əldə elədiyimiz hansı bir satışda olan ağaclar düzdür, üstündəki meyvəni vura bilər. Bəli, şaxta vura bilər. Normal bir şey sayılır. Amma ki ağaca heç nə olmur. Naborot ağac ondan da daha yox, qüvvətli olur. Amma ki salafanın altından çıxardılıb yarpaqları şax-şax aldığınız ağaclar, onlar bax belə bir havada, bəli, şaxta vurma ehtimalı var. Amma gözünüz bunlar dimdiklər hamısı, bax soyuğun qabağında. Şaxta da vurma ehtimalı yoxdur. Mən demirəm ki, bunu alın aparır, dağlıq hansı bir Kəlbəcərdə 4 metr qarın altına əkin ki, burada sizə meyvə verəcək. Xeyr, o sözü heç vaxt mən deməmişəm. Normal bir hansı bir bölgəyə hansı uyğundursa da, bəli, onda deyirik ki, apar orada üstündə bağla. Amma bu açıq havadasa da bunu bağlamaq lazım deyil. Görürsünüz, hamısı göz qabağındadır. Qar da yağır. Həmişə də hər ildə eyni qaydada qar yağan vaxtı eyni qaydada çəkib qoyuram ki, yəni narahat olmayın. Bax görürsünüz, bu da həmən moruqlardır, qara moruqlardır, tikansız, İtalyan sortu dediyiniz. Bu bir sortdur, yəni hərə bir ad qoyub buna. Biri tut ağacını göstərir, meyvəsini göstərir, deyir tikansız moruqdur. Biri deyir bir-birinə, eyni şeydir, bir şeydir. Heç birisi də İtaliyadan gəlməyib, yeri kimlərsə becərir. Bizim bir daimiz var, bu o becərir. 10 ildən çoxdur ki, mən onu satıram. Yəni bu İtaliyadan gəlməyibdir. Amma bir sortumuz var ki, Türkiyədən gələcək, o başqa məsələ. O fərqlidir, qiyməti də fərqlidir. Baxın, görürsünüz gözəl insanlar. Burada gizlədiləsi heç nə yoxdur. Çalışın, aldığınız yerdən yeri düzgün seçim edin ki, sabahları ki, o ağaçlarda problem yarananda deməsin ki, mən bunu salafan altından çıxartmamışam. Abi göz qabağındadır, hamısı açıq havadadır. Yəni burada qeyri-adi bir şey yoxdur.